İnsanlar gəlir ki, məndə Hashimoto var, mənə hansısa bir həkim müalicə yazıb ki, sən Hashimoto-nu düzəldəcəm. Qəti şəkildə mümkün deyil. Hashimoto xəstəlik, sağalan xəstəlik deyil. Müalicəsi yox. Hashimoto, bəli, məsələn, anti-TP var, anti-TG var. Bir dəfə müsbət gördük, vəsə, bitdi. Bizim üçün bir daha o anti-TP-nun yüksəlməsi, azalması heç bir əhəmiyyət kəsb etmir. Anti-TP yüksəkliyini gördük, diaqnozunu qoyduq, bitdi. Bundan sonra biz heç vaxt Hashimoto-nu müalicə etmirik. Biz Hashimoto tiroidinə bağlı olan hipotiroid, yəni hormonal disbalansın yarandığında biz müalicə edirik. Bəzən ola bilər ki, bəli, Hashimoto zamanı hipotiroidin yaranma səbəbləri ola bilər ki, nədir? D vitamin çatışmazlığı, selen, sink çatışmazlığı, biz bunları yerinə qoya bilərik. Amma kimsə deyə bilməz ki, mən Hashimoto tiroidini müalicə edirəm. Xeyr, qəti şəkildə Hashimoto tiroidini müalicə olan xəstəlik deyil, autoimmun xəstəlikdir. Ta ki, biz ölənə qədər də o bir xəstəlik bizlə gedəcək. Biz o vaxtda müalicə edirik ki, qalxana bənzər vəzində hormonal disbalans yaranır. Bundan daha çox səbəbi nə ola bilər? Daha çox yaranan xəstəlik hipotiroid, yəni qalxana bənzər vəzin tənbəlliyidir. Bir növ şey kimi düşünün, bir qalxana bənzər vəzinə qarşı daimi hüceyrələrimiz tərəfindən bir hücum var. Bir müddət sonra qalxana bənzər vəzin sıradan çıxır və başlayır hormonlarımızı qalxana bənzər vəzin ifraz etməsi gərəkən T3, T4 dediyimiz hormonlar, bunların miqdarının azalma olur. Biz o zaman dediyimiz xüsusi dərmanlar var ki, onlara artıq başlayırıq. Bəzən də ola bilər Hashimoto hipotiroidə keçməsin deyə biz sink, selen, D vitamini ilə dəstək verə bilərik. Amma biz Hashimoto-nu müalicə eləmirik. Buradan bir daha səslənirəm. Hashimoto-nu əgər hər hansısa bir insan mən Hashimoto müalicə edirəm deyirsə, tamamilə yanlışdır. Hashimoto müalicə olunmur.